Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz. Pasiyentimizin əməliyyatdan öncəsi burnu gördüyünüz kimi sallaq burun uzudur, donqarlığı var. Alın keçidi elə də yaxşı deyil. İndiki burun formamız isə gördüyünüz kimi hələ burnumuzun bu şikinlik formasıdır, bilirsiniz də. Bu burunun şikinliyi hələ 50% çəkiləndən sonra qalacaq xırda burun. Əsas o ki, pasiyentimizin fikirlərini alaq. Çox razıyam, çox Ver qəşəngdir baxın. həqiqətən. Yəni əvvəlki nəticədən belə nəticə alınmağı, əvvəlki burundan belə nəticə alınmağını həqiqətən gözləmirdim. Bəli. Həqiqətən çox gözəl alınıb. Çox kompleks edirdi özümə hər mənada, həm nəfəs almada problem yaranırdı. Bəli. Amma indi hər mənada Buradan Ramil Doktor əməliyyata gələn izləyicilərə nə demək istəyirsən pasiyentlərə? çox adam qorxur əməliyyata gəlməkdən. İlk öncə özüm də həmçinin, yəni deyim ki, ağlaya-ağlaya girmişdim əməliyyata, amma yəni qorxacaq bir şey yoxdur. Həqiqətən həkim əlləri qısmı həkimdir. Söz ola bilməz. Sağ olasın. Çox sağ ol. Bax, bəzi səhifələrdə Ramil Doktor haqqında məlumat toplayırlar, başqa həkimlərlə müqayisə edirlər. Yəqin sən də gördüyün zaman fikirləri orada yazarsan. Yaxşı,